Birinci Qarabağ müharibəsində itkin düşən Mübariz Hüseynovun aşkar olunan qalıqları Bakıda dəfn edilib. Şəhid Suraxanı rayonu Dədə Qorqud qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Mənim qardaşım 1992-93-cü illərdə itkin düşmüşdü. Biz onu uzun axtardıq. 32 ildir, 33 ildir axtardıq. Cəbrayıl istiqamətində döyüşə getdi. Elə ondan sonra görmür. Ən son onları görürlər ki, kütləvi şəkildə mühasirə olunub. Onlar çay keçərkən çayda hərək olublar, vurublar və onu İmişlinin Nəməlum qəbirstanlığında dəfn ediblər onları. Mübariz Hüseynov 1970-ci ildə Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. 1993-cü ildə Cəbrayılın Bəhmanlı kəndində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Mübariz ailəsi ilə son dəfə 1991-ci ildə görüşüb. 91-ci ilin sentyabrın 29-u günü görüşə gəlib, qayıdıb gedib. Sonra da fevral ayında xəbər çıxdı ki, itkin düşüb. O gündən bu vaxta kimi bir məlumat yox idi. Şükür Allah'ın bu günə ki, yəni gözümüz yığıldı. Ən azından bir ziyarət edə biləcəyimiz qəbir oldu. Birinci Qarabağ müharibəsində könüllü olaraq vətənin müdafiəsi üçün döyüşlərə qoşulan hərbçilərdən biri də Cəbrayıl rayonu uğrunda gedən döyüşlər zamanı itkin düşən Ələsgər Mirzəliyevdir. Şəhidin qalıqları 32 ildən sonra doğma yurdu Cəbrayılda torpağa tapşırılıb. Uğrunda can verdiyi torpaqda halal xoş olsun. Allah məkanın cənnət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bir dəfə gəldi, danışdı, qardaşım rəhmətə getmişdi. Onda dedi ki, bacım, məni Allah saxladı. Yanımızda nəysə atdılar, 3 dənə əskər öldü. Amma məni Allah saxladı. Cocuq Mərcanlı sakinləri şəhidi son mənzilə izdihamla yola salıblar. Ateş! Ateş! İtkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Münasib Mehdiyevlə vida mərasimi isə Samuxun Qovlarsarı kəndində keçirilib. O, Birinci Qarabağ müharibəsində Ağdərənin Həsənriz kəndində itkin düşüb. Çağrıçı kimi getmişdi, 73-cü idi, 92-ci ildə şəhid oldu. Sağ olsun yenə dövlətimizi 33 ildən sonra bizi qovuşturdu. İllərlə itkin kimi tanınan igidlərin nəşi doğma torpağa qovuşdu. Adları isə şəhid kimi əbədi yaddaşlara yazıldı. Lalə Allahverdiyeva, Elxan Axundov, Elgün Qəmbərov, Fuad Quliyev, Günel Habil qızı, ASTV xəbər.